Natiq, gəl bura oğlum. Bu arada Xəyalənin şəklini tez-tez ekrana verin. Xəyalə may ayından itkin düşübdür. Onu həyat yoldaşı axtarır. Nə qəşəngdir, nə gözəldir. Ver mənə mikrofonu. Natiq, sənə bir söz deyim mi? Dayım buradadır. Görmək istəyirsən? Dayısı gəlibdir. Dayısı nə üçün gəlibdir? Mənim üçün maraqlıdır. Görünmək istəmir. Anası kimi. Yüzü görünməsini istəmir. Bir gün dayısı kimdir? Kübranın qardaşı kimdir? Bütün kənd, qovum, məqrəbi. Efirə çıxanda nə olur? Ana da nəsə qorxur. Ana deyir. Yəqin bunların nəsə bir başqa Buyurun, işləri də. eşidirəm sizi. Nə üçün gəlmisiniz? Salam, xoş geldin xanım. Xoş gördük sizi. Mən baxdım ki, zəng eləyib fikirlər bildirirlər. Aha. Tam bu söhbətdən məlumatları olmaya. Kim bildirir? Mənim bacım evdən gedəndə itkinliyə mən 3 gün, 4 gün sonra gedib polisə müraciət etmişəm ərizəli şəkildə. Və ondan sonra zəng olunub bir müddət sonra polislə danışıb, deyib polisə ki, mən evdən özüm getmişəm, mən itməmişəm, mən yəni uşağımı qoyub getməmişəm. Yəni siz axtardınız, sizi tapdınız və dedi ki, Mən onu tapmadım, polisə məlumat verdi, danışdı o barədə. Və ondan sonra mən polisə bildirdim ki, deyin ona ki, yəni bu nə də olsa 4-5 yaşında uşağı qoyub evi tərk eləmə, yəni özün yaşaya bilərsən, ayrılmısan, öz həyatındır, yaşaya bilərsən, nə cür nə istəsən. Ən azından biz valideyn olaraq, qardaş olaraq məsuliyyət daşıyırıq sənə görə ki, səndən xəbərimiz olmalıdır. Tamamilə bizdən əlaqəni kəsmişdi və polisə müraciət olunandan sonra danışıq oldu yenə aramızda. Mənə zəng elədi, mən ona zəng elədim, danışdım. Dedim, əgər qorxursansa, get polisə müraciət elə. bir dəqiqə, siz bu danışıqları nə vaxt aparmışsınız? İtkin düşdükdən sonra hardasa İtkin neçə ay, neçə gün, neçə həftə, nə qədər? təxmini Xoşqadam xanım dəqiq deyə bilməm, amma bir aya yaxın beləsinə bir söhbət olmuşdu. Amma sizin ananız dedi ki, mən 3 aydır qızımdan xəbərim yoxdur. Bu deməli anadan gizlətmisiniz? Yox, gizlətməmişəm. Məlumat ümumiyyət deyəni yox idi. Biz danışıqdan Yəni sizin sonra ananız dedi ki, mən qızımdan 3 aydır xəbər tutmuram. Siz də deyirsiniz ki, bir ay əvvəl bəli, siz bacınızla danışmısınız. Hansınıza inanım? Sənə mi, anana mı? əlaqəmiz anamla əlaqəsi ola bilsin, olmayıb Xoşqədəm xanım. Sizlə əlaqəsi olurdu? Əlaqəsi yox idi. Mən danışırdım, deyirdim ki, Siz arada ona 1 manat, 2 manat pul da atırdınız. yox, mən ona pul atmamışam. Yox, məndən ondan qabaq olub. Evə gəlməmişdən Yaxşı, qabaq onda o əlaqəmiz pul olub. göndərirdi sizə. O xeyr, mənə pul göndərməyib Xoşqədəm xanım. Valla mən dünən gələn o xanımı çağırın gəlsin o danışacaq. Sus. Anon bilmir ki, sən bunun qızı... Mən o itəndən polisə şikayət eləmişəm. Kübra 5 yaşlı uşağım. Kübra bilirsən mənə nə yazdı? Nə yazdı Xoşqədəm? Yox, uşağa görə axtarmısınız ki, gəlsin, götürsün, aparsın. O da gəlib götürməyib. Sizin dərdiniz o idi ki, uşaq sizdə qalmasın. Yox, uşaq bizdə qalmasının söhbəti deyil, xanım. Mən polisə müraciət elədim ki, yəni bu uşağı evdə qoyub gedibsə, yəni biz məsuliyyət daşıyıq. Sən olduğun yeri bilmirik. O dedi ki, polisə, mən artıq necə deyim sizə, yeniyetmə yaşındayam, ailə qurub ayrılmışam, öz həyatımı yaşayacağam və s. və ilə işləyəcəm, işə düzələcəm, nə edəcəm? Yəni Tanıdınız mı bu xanımı? Götür mikrofonu Ruhiyə. Nə? Üzünü göstərsən, sənin gizlədəcək nəyin var ki? Nəyi gizlədirsən Ruhiyə? Tanıyırsan Kübranı? Bəli. Hardan tanıyırsan? Mənim iş yerimə gəlirdi, oradan tanımışam. Uşağımla bağlı xəbər tutdum. Mənim uşağımı anamgildə qoymuşam. Eşitdin? Bəli, bəli. Deyir, mən uşağımı atıblarsa onlar atıbdır, mən atmamışam. Yox, atmamışıq Xoşqədəm xanım. Uşaq birincisi itkin düşüb, polisə tapılıb
və sığınacağa təqdim olunub. Sizin uşaq evdən necə itkin düşübdür? Uşaq söhbət odur ki, Xoşqədəm xanım evdən çıxandan sonra tapılıb sığınacağa verilib və şəkli çəkilib birinci paylaşılıb ki, itkin kimi buzovna Uşaq səhifəsində. sizin evdə olubdu. Necə uşaq o evdən? Yox, evdə bilirsiniz necə olub? Biz atam evdən çıxıb dükana gedib gəlib. Gedəndən sonra müəyyən vaxtdan sonra çıxıb evdən. Çıxıb evdən elə bir ki, çıxıb bayırda kimsə görüb onu. Ondan sonra sığınacağa aparıblar, eliblər. Ondan qabaq birinci Sığınacağa aparılandan sonra siz polisə gedib müraciət edib bacımın uşağını geri almaq istəyirəm dedinizmi? Mənə bilirsiniz necə oldu Xoşqədəm xanım? Bacımla haqqında məlumat verdilər ki, artıq biz dediniz axtarışa verin. Bacınız dedi mən özüm getmişəm, baxmırıq bu işə və ondan sonra mən elə bildim ki, atam elə bilib ki, ondan sonra Kübra özü gəlib artıq uşağını götürüb gedib. Biz artıq onun barəsində eləsinə itkin kimi fikirləşməmişik. Bəli, Qardaş, Xoşqədəm sizin xanım. danışdığınız Minbir gecə nağılını oxşadı. Mən olduğunu dedim. Hal-hazırda buyur Ruhiyyə. Qardaşı ilə danışırdı Kübra. Bəli, danışırdı. Pul istəyirdi hətta. Qardaşından pul istəyirdi. Bəli. Qardaşı da verirdi. Atırdı, gücü çatdığı qədər atırdı. Doğrudur. Bilirsiniz Haçan olub. Bu yəni bu söhbətdən qabaq olub Xoşqədəm xanım. Hədə nə vaxt? Olub, bəli, olub, Nə istəyib. vaxt olub? Gücüm çatandan mən də fəhlə adamım 20 gün. olub atmışam. 20 gün bundan Bəli, öncə. bəli. Uşağa deməli qardaş, daha doğrusu qardaş bacıya pul Bəli, göndərdi. bəli. Bəli, Yaxşı, Ruhiyyə niyə getmirdi evə Kübra? Anasına görə. Bəs deyir axı güya qardaşından qorxur. Qardaşı ilə mehriban danışırdılar, yəni əlaqələri var idi. Əgər düşman idilərsə, niyə qardaş ona pul atırdı, niyə pul istəyirdi ondan? Anasına görə getmirdi o evə. Xoşqədəm xanım. Bəli. Anasına görə deyəndə mənim anam yəni biz elə bir həyat tərzi yaşamışıq Xoşqədəm xanım. Biz yəni ki, sakit təbiətli insanlarıq hamımız. Nə dava-dalaşımız olub aramızda, nə düşmənçiliyimiz olub qohum-qonşunun içində. Sakit adamlarıq. Yəni onun getməyində məqsədi günahı özündə olub. Çünki heç kim 4 yaşında, 5 yaşında uşağını qoyub Xoşqədəm xanım. Gedmir evdən. Yox, doğrudur, amma bu Ona ikinci görə də dəfə ailə ananı- qurmasına etiraz etmisiniz. Qızın o evə gəlməməsinin səbəbi onun türk vətəndaşı Kadırla evliliyi olubdu. Olub, bəlkə də olub. Çünki biz bilirsiniz necə, yəni Allah adamıyıq da. Mən yəni deyim, düzünü deyim Qardaş, ki, mən mənim başa düşə bilmirəm. Allah adamı ikinci dəfə ailə qurmur. Yox, bilirəm. İkinci dəfə ailə qurur. Hə. Mən onun sözünü demirəm. Yəni ki, o özü öz başına qərar verdi. Yəni qoydu uşağını, çıxdı getdi ki, elə bildi həyat tərzini bu Uşağını cür qoymayıb yaşamaq və o olar. ikinci dəfə ailə qurub uşağı da onun yanında. Uşağını özü mü baxırdı, danış? Ərlə bir yerdə yaşamıyor. Niyanka baxırdı. Niyanka Daya vermişdi, baxırdı. bəli. Daya baxırdı, daya... Siz ilk gündən bacınızı qəbul etməmisiniz ikinci evliliyini. Ananız deyirdi. Hətta bacınıza pul atmışsınız 20 gün əvvəl kartına. Ananıza deməmisiniz. Ananız deyir ki, 3 aydır mənim qızımdan xəbər yox. 20 gün əvvəl mən pul atmışam ona. Bəli, buyur. Bəli, bəli. Olmuyor, Mənim yanımda Xoşqədəm olub. xanım. Mən yalan danışmıram. Yəni mən yalan Ola bilsin danışmışam, bura niyə yalandan- gəlmişəm? Üzr Daşı istəyirəm, olubdu. Xoşqədəm xanım. Ola bilsin yalandan Tanıyıram, deyib, səsindən amma ki tanıyıram. bu hadisə olmayıb. Çünki mən yəni işlədiyim yerdən mən 20 gündən çoxdur işləyirəm. Hələ mən yəni ki əmək haqqımı almamışam orada. Mənim ümumiyyətlə yəni pulum olmayıb ki, ona söyləməyə. Yaxşı, bacınız niyə gizlənir? Gizdən bilmirəm Xoşqədəm. Yəqin biraz yəni utanır. Biz kənd adamıyıq. Biz yəni bizim Ay yaşadığımız qardaş, ərazidə. kənd adamı uşağını aparıb atır. Söhbət odur ki, onun yəni ki ağılsızlığının səbəbidir ki, mən ona başa saldım. Telefonda da danışıqlar elədim, başa saldım. Nə qədər yəni yol göstərdik ki, belədir. Yo, aydındır, biz sizi qınamırıq. Çünki Elədir. Allah nankör övladın da, nankör bacının da, atanın, ananın əməyini heç edən övlada da nə deyim mən, onu qınamaq olmaz. Çünki heç kəs bir sabahlasına gələcək. O barədə sizi qınamıram. Amma məni maraqlandıran 5 yaşlı Natiqin taleyidir. Hər kəs o deyir, hər boyun öz bacağından asılacaqdır. O qız və ya bir başqası nankör bir övlad nə inirsə cəzasını özü alacaq. Amma bu körpənin günahı nədir? Daha bilmirdiniz, bacınız atmışdı, aparıb uşaq evinə qoyardınız. Nə deyir? Deyir, anam evdən götürüb gətirib ora qoyub. Öz anası. Deyir ki, Natiq deyir ki, məni anam gətirib qoyubdu.
marketini. Ola Xoşqədəm bilər xanım, belə yəni variant. ki, bir söz deyim, bizim yaşadığımız ərazidə kameralar var. Bizim məlumatımız yoxdur o barədə ki, onu tam kim aparıb qoyub bura və polisə şikayət olunub, artıq ərizə də yazılıb, araşdırılmadadır və Yaxşı, Natiq, Bəli. sən bacının uşağı ilə maraqlanırdın, oynayırdın. mən Hə. sizi inandırım ki, mən onu yay ərzində, o dəniz sezonu vaxtında and ola Allaha deyirəm, yəni ki, evdə ürəyi sıxılmasın, anası üçün darıxmasın, biraz travma almasın deyənə mən o uşağı özümdən ayırmamışam. Yaxşı, Yanımdan özündən ayırmamışam. ayırmadığın uşağın əlləri niyə o gündədir? And olsun Allaha, Xoşqədəm xanım, onun əli yandırılmayıb. Ola bilsin hansısa hadisə baş veribsə, özü nəyəsə toxunub, nəsə deyibsə. Yox, özü nəyə toxuna bilər? O əllərə bir dənə doktor baxsın. O əl nəyin əli, nə ola bilər? Yəni ki, olan şey deyirəm ki, and olsun Allaha, yəni mənim məlumatım yoxdur o barədə. Yəni mən görüntümə Bəli. görə, yəni əldəki vəziyyət, yəni pişiyin dırnaqları bu qədər aralı məsafədə nizamsız şəkildə deşilib yandırıla bilməz. Yəni pişik dırnaq izləri baxanda bilinir. Siz bu əlinə baxmısınızmı uşağın necə vəziyyətdədir? Görmüsünüz? Mən onu görməmişəm, xeyr. Bir Mən görüb yəni ki, baxsan, onun məncə sən də fikrini dəyişərsən. Çünki sən özün mən arxada bayaq gördüm, səmimi bir oğlana oxşuyursan. Bəli. Ümidvaram ki, baxsan görərsən ki, buna kimsədir. Bəlkə sən bilmirsən, bəlkə anası götürəndə edib, babası acıqlananda bunu edib. İndi sən evdə olmadığın müddətdə nə başına gəldiyini bilə bilməzsən. Yox, belə hadisə bizdə ümumiyyətcə baş Əlini bir vermir. bax da, sən baxmadan onu necə deyə bilərsən? Size necə deyə bilərsiniz ki, ümumiyyətlə belə bir hadisə baş Çünki vermir? evdə danışıldı. Siz etməmisiniz deyə bilərsiniz. Niyə Amma desin evdə ki, baba oldu, yandırıb da bu maraqlı? Babanın yanında olub. Çünki başqa bu kimlər- uşağa niyə əziyyət verilsin axı? Bu zürnə, bu işgəncə deməkdir də. Bu yəni bu şeyin adı işgəncə deməkdir. Bizə Əlbəttə də maraqlıdır ki, işgəncə. uşaq Ona niyə görə bu də gündədir? mən Hədə bax o işgəncəni kim Bizə də verib maraqlıdır. uşağa? bəli, Buyurun Cahit bəy. mən də onu deyirəm ki, əgər istəməsəydik onu və yaxud nəsə olsaydı, harasa aparıb sığınacağa qoyardıq və yaxud Bir şey olub da, eləyərdik. nəticədə də arası apalıb qoyulub da. Yəni nəticə O etibar uşaq uşağı istənilməyib, sənədsiz, bəyənilməyib. subutsuz müəllim gətirib anası qoydu evdə, sənəti də verib kimdənsə pul alıb. O əlaqə saxladılar da sizinlə yəqin ki, burada verilişdə, keçən verilişdə. Dayədən danışırsınız siz. Bəli, mən Buyurun, ondan Cahit sonra Dayıya bir söz deyə bilmərik. Dayı yazıq Bəli, fəhlə nə edə adamdır. bilər Neyə ki? bilər Bəli. ki? Yəni burada daha çox bu ev sahib çıxan nənəsi olmalıydı, sahib çıxmalıydı. Amma dayısının danışığından Əli müəllim də deyər ki, səmimi, sadə insana oxşayır. Pis niyyətli insana oxşamır. Yəni dayıya burada bizim irad bildirməyimiz doğru olmaz. Bəli, yəni əlindən gələni edib, bu xanım da onu bildirdi. Nəticə etibarıyla bu uşağa Nigar xanımın sıxınacağında çox gözəl baxırlar. Bayaqdan reklam aralarında da görürük ki, istər-istəməz gəlir Nigar xanımın yanında oturur. Bu qurmaca deyil, uşaq özünü orada tapır. Amma yaxşı olardı ki, nənəsi sahib çıxardı bu uşağa, əlbəttə ki. Mən düşünürəm ki, Xoşqədəm xanım, bir məqam var ki, bir dənə üzr istəyirəm. Bu Ola bilsin istəmir ki, anası bilsin ki, o bacısına pul yollayıb. Belə bir Yox, o olub. başqa var. Bir də ehtimal bir şey var ki, bu uşaq yaxşı, dayı sən yaxşı olmusansa, bu uşaq səni niyə istəmir? Nənəni istəmədi, başa düşdü. Birisi Babanı nəzədir. istəmədi. Bu uşaq əgər sən bütün gün bunun qayğısına qalmısansa, ananın yoxluğunu hiss elətdirməmisənsə, Bəli. bu uşaq səni görəndə ağlayaraqdan qaçmalıdır. Bu uşaq səni yox, müəllimənin yanını seçir. Və Xoşxanım xanım yanında bir dəqiqə oturmur. söhbət odur ki, müəllim bu heç kimi istəmir. Heç nə anasını istəyir, nə atasını Müəlliməni istəyir, niyə nə özünü istəyir? Dünən Söhbət gördüyü odur, bu müəlliməni. niyə birini istəmədi? Bu, yəni maraqlısı odur ki, yəni ki... yaxşı, bu bacınızın həyat yoldaşı ilə yaxınsınız. Xeyr, ikinci qanunsuz həyat yoldaşını deyirsiniz. Deyir axı evlənibdi, anan deyir ki, rəsmi nikahı var, toy Rəsmi, olub. bəli. Yəni ki, yox, bizim əlaqə birinci ilə var idi, ayrılmamışdan qabaq. Yəni ki, belə gəlgedi var idi, türk vətəndaşı idi. O da türk vətəndaşı idi. Bəli, Kadir idi adı. Ondan sonra ikincinin adı nə idi? Kadir birinci. ikincinin adından məlumatım yox. Ha, biz Kadir ikinci Yəqin əyət onda o olsun. Yusifdir, çünki %100 bir Kadir, Yusif, deməli birinci Kadir olub, ikinci... Bu şəkildə gedən hansıdır? Kadirdir yoxsa Yusif? Bir dənə verin şəkil etirə. Verin baxım deyim. Bu kimdir? Bu Yusifdir də, deyirsiniz. Adı Yusifdirsə Yusifdir. Yəni Kadir Yusifdir. başqası. Bu ikincisi də Kadir onda. başqadır, bu ikincidir. Ananız deyir, Bəli. Kadir və Yusif eyni addır. Bax, görürsən, ana ilə oğlun dediyi arasında çox fərq var. Keçən verilişi Ana deyir ki, heç nə demir ki. pasportda adı Kadirdir, biz arasında Yusif deyirik. Siz sual verdiniz, sən Yusif çağırırsan, Kadir çağırırsan, dedik Kadir çağırıram. Yadınızdadır? Bəli, Yəni, dedim, mən bəli. Kadir çağırıram onu. Deməli yalan danışdı da. Ana onsuz da heç...
Yaxşı, uşağın atası kimdir? Yusif yoxsa Kadir? Yusifdir. Yəqin ki, özü yəni ki, birinci evliliyindən uşağı yox idi. Ondan sonra ayrılandan sonra həyat yoldaşı tərk elədi Azərbaycanı. Aha. Ondan sonra ikinci bu həyat yoldaşı ilə oldu uşaq. Bu tır sürücüsü hansıdır? Kadirdir yoxsa Yusifdir? Bu olmalıdır, sərf eləmirəm. Bu olmalı. Bəs Bəs yaxşı, Kadir- birinci həyat yoldaşı harda işləyir? Birinci həyat yoldaşı burada şirkətdə işləyirdi, usta işləyirdi. Usta işləyir. Bəli. İndi bu Yusifdən də ayrıldı mı? Yox, Yusifdən ayrıldı, gəldi evə. Müəllim. Gəldi evə, Gələndən sonra mən dedim ki, artıq sən də işlə evə. Dedi, mən özüm işləyəcəm, özüm eləyəcəm, nə bilim. Dedim, ehtiyac yoxdur, mən işləyəcəm, sənə ehtiyac yoxdur, uşağı da oxuzarsan, otur evdə. Bir müəyyən vaxtdan sonra heç kimə nəsə demədən uşaq qoyuldu evə. Çıxdı getdi və mən o ilə əlaqə zəng elədim, telefonu götürmədi və 3 gün 4 gün sonra artıq getdim polisə müraciət etdim, ərizə yazdım, qoydum və danışıldı onu ilə, zəng olundu ona. Valla yazıq ailəyə, yazıq. Elədir. İşləməyə niyə qoymurdu? Bəli. Yazıq, yəni mən heç nə demirəm. İşləmək- Həqiqətən Dayı belə yazıqdır övladı vallahi. olan valideynləri kimsə qınamasın. Bəli. Kimsə də deməsin ki, o mənim başıma gəlməyə bilər. Çünki elə pis bir zəmanədə, elə bir ətrafda pis insanlarla əhatə olunubdur ki, Qardaşın başının Bax, aşağı keçən də edir. bizim vəkilimiz deyirdi ki, Xoşqənəm xanım, yaxşı valideynin belə evladı olmaz. Bu bir ağır cümlədir. bəli, çox Elə ağır. gözəl, təhsilli, ali savadlı, belə deyək ki, özəl ailələrdən elə evladlar çıxır ki, baxırsan ki, bu Doğrudan atadan belə. bu evlad ola bilərmi? Və yaxud da elə bir ailədən, belə deyək, işçi düşkün olan, zərərli vərdiş olan ailədən elə bir tərbiyəli evlad çıxır ki, deyirsən, görəsən bu həqiqətən bu Həqiqətən. ailənin mi evladı? Ona görə kimsəni Yəni qınamayın mən, ki, tanıdığım- yaxşı valideyn evladı belə olmaz. Bu Ne- ağır cümlədir. Bəli, ona görə Bu deyirəm. doğru Heç kəs cümlə deyil. qınamasın. Çünki bu dayı danışır necə nizamlı, düzgün, mədəni, özünü ifadə eləyir. Yəni çox mədəni bir insana oxşayır. Sadə və səmimi insana oxşayır. Qınamalı deyil, yəni həyatın hər cürə üzü var. Sadəcə ora o bacı da yəqin baxır, o ana da baxır efirə. Bu xanım da gəlib, övladına sahib çıxsın. Burada heç kimi qınamasın. Nə bu dayını qınayaq, nə o qızı qınayaq. Yəni burada qınamalı bir şey yoxdur, qəti surətdə. Yəni mən bir şey deyim, Əl Osman bəy nə qədər gözəl vurğuladı. Elə ailələr mən bu 15 ildə görmüşəm ki, nə savadı, nə soyu, kökü ilə heç kəsin belə səhv tuta bilməyəcəyi ailələr olubdu. Amma mən bir professorun, bir müəllimənin illər öncə mənim qarşımda dayanıb göz yaşı tökdüyünün şahidi olmuşam. O cür ailədən pis vərdişi olan bir övlad bütün ailənin nələrdən etməyib, ana pilləkənlərin üstə yatırdı. Ona görə heç kəsi qınamaq olmaz. Heç bir ana istəməz ki, övladı pis vərdiş sahibi olsun. Heç bir ana istəməz ki, övladı küçələrdə qalsın. Heç bir ana istəməz ki, ata istəməz ki, övladı nankör olsun. Qınamayın, qınadığınız yerdən sınıyar Allah sizi. Ona görə olmaz. Mən sizi qınamıram. Xoşqədəm xanım. Amma Allahdan Kübraya sadəcə hidayət etməsini diləyirəm. Qızımız da bir yerdə qalıblar. Qız da deyir, evlənib də ailə qurub, hə Ruhiyyə? Bəli. Ruhiyyə, ailə qurmusan. Yaxşı, bəs bu ailə quran, bu küçədə qalan qızı nətər ailən yeni həyat yoldaşını evə daxil etdi? Vallahi mən elə bir insanam ki, mən düşmanımı qapıdan qalan bir insan deyiləm. Yəni O sənin qapını hardan tanıyırdı ki, gəldi mənim qapına? iş yerimə gəldi. Gəldi ki, çöldə qalmışam. İş yeri, sənin əvvəl tanışlığın var idi. Bir yerdə də elə bir ki, mən orada şey düzəlmişdim. Bu da ora gəlib gedən bir qadın idi. Aha. Mənim işlədiyim yerdə. Elə oradan münasibət yarandı. Və sənə dedi ki, bəs küçədə qalmışam, mənə kömək elə. Evdə qalırdı əvvəl, məndən danışırdı, hər gün danışırdı. O evdən çıxdı. Gəldi sənin yanına. Hə, evdən Sən də çıxartdı. ailə qurmusan, bəs nətər yəni onu evə götürdülər? Vallahi qəbul xoşqənəm, yazığım gəldi. Mən də qadınam, o da qadındı. Ərin demədi ki, axır bu yad qızı evə qadını... Dalaşdıq da, biraz aramızda münaqişə oldu. Neyim, ataydım çölə, hamı imtina eləmişdi. Qadın xeylağı Oo, Vallahi belə ürəyim genişdir. Yoldaşın tanıyırdı əvvəldən onu. İş yerində bir yerdə işləmirsiniz yoldaşınla. yaxşı, sonra qaldı, sizdə neçə müddət qaldı? Harisi bir ay qaldı. Hə, Bir ay qaldı, bir aydan sonra getdi, uşağı gətirdi, Nyankadan gətirdi. Aha. Eləncindən sonra apardı verdi anasına. Uşağı. Bir iki gün uşaq bizdə qaldı, uşağı apardı verdi anasına. Sonrasında
efirdə gördüm ki, çıxıb uşaq qaç. Sonra sənin də xəbərin yoxdur hardadır indi bu dəqiqə. Səmadan? Xəbərin var harda? Səninlə deyil də artıq. Xəbərim var hardadır. Mənlə qalmır, amma xəbərim var. Yəni sağ salamatdır. Sağdır. Cahit doktor, Kübra adını Xoş sən gördüm. Atanızın adı nədir? Mənim Xoşqədəm xan. Bəli. Natiq. Naçik. Bəli. Novruz kimdir? Novruz dayım oğludur. Biz yalnız yerin göyün sahibindən qorxarıq. O da onun qarşısında etdiyimiz günahlara görə qorxarıq. Qaldı ki insan nə kâredir ki ondan qorxaq. Yalnız insanlığına görə hörmət edərəm. Kimdir bu? Bu Novruz prospekt. Yazıb səmaya. Nə adiyyatı? Yazıb. Səma da yazıb ki, can atam, Allah səni mənim başımın üstündən əksik etməsin. Belə deyək də, Xoşqədəm xanım, mən özüm onunla danışdım. Danışan vaxtında polisə müraciət etdikdən sonra. Başa saldım onu ki, evə gəlmək lazım. Prosta onun indi yazılışın orada heç nə dəyişmir. Onun özündən söhbət gedir ki, mən əlimdən gələn qədər və o da əlindən gələn qədər bacardı, danışdı, dayısı oğludur, başa saldı onu. Yəni o danışıqdan asılı deyil. İnsanın özündən sən niyə başqa bir yerdəsənsə, sənə bu cürlə yazılsın Yaxşı, və burada Natiqin qınaq taleyi olasan. necə olacaqdı? Taleyi belə olacaq ki, mən əlimdən gələni etdim və bundan sonrası məsuliyyətini daşımıram, imtina edirəm. Uşaqdan imtina edirsiniz. Bəli, uşaqdan da özündən də. Uşaqdan və bacınızdan imtina edirsiniz. Bəli, bəli. Məsuliyyətini Heç nə deyə daşımıram. bilmərəm, çünki həqiqətən də bəzən o su boğaza yığılanda, Bəli, bəli, elədir. yəni insan nə edəcəyini bilmir. Biz məcbur edə bilmərik ki, sən bacına və ya uşağa sahib. Çünki mən çox Bu vuruşdum. dayı niyə ona Xoşqədəm xanım. sahib çıxmalıdır. Mən məsəl üçün haqq verirəm ona. Çünki qız sağlamdır, əli ayağı sağlamdır, Bakıdadır. Yəni dayı Sağlamdır ruhiyyə. sağlamdır da. Deyil, sağlam deyil. Psixologiyası sağlam deyir Cahit müəllim. Əli ayağı sağlam olsa nə dəxli var? Bu adam psixologiyası xəstədir. Yəni bizi milyonlarca Pis vərdişləri var. insanlar izləyir və dinləyir. Yəni bu dayını qınamamalı, yəni onu demək istəyirəm. Dayının qınanılacaq tərəfi yoxdur. Çünki insanlar hər kəs bir tənqid etməyə, hər kəs bir qınamağa Məsləhət vermək çox asandır. Çox asandır. Yəni dayı nə edə bilər ki? Dayı çıxıb, yəni bəlkə də səslənir ki, gəl evladıma sahib çıx. Bəlkə o mesajın tərkibində o var ki, mən sahib çıxmıram. Sən ki ana kimisən, düz yola gəl. Yəni bir dəqiqə, ananız da mı imtina edir uşaqdan? Necə imtina edirik, Xoşqədəm xanım? Mən yəni ki, söhbət eləyə yerə gətirib çıxardıb ki, yəni artıq onun elədiyi hərəkətləri özündən asılı deyil, bilmirəm, ya özü bilə-bilə eləyir, gətirib bura çıxardır ki, məni artıq Kimsə sizin şərəf və xahiş edirəm, diqqətli olun. Çünki olan Kimsə bu zənglərə görə, efirdə Xoşqədəm kiminsə xanım, şərəf və ləyaqətini təhqir edə bilməz. olan zənglərə Və görə bu efirə də getməz, heç olsa belə o efirə getməz. Burada əgər belə də ki, nə siz bacınıza cavab deysiniz, nə də ana 18 yaşından sonra övlada cavab deydi. Çünki 18 yaşına qədər mən övladımın başının üstündə belə dayana bilərəm. 18 yaşından sonra kimi evə gətirib qapını bağlayıb onu orada saxlamaq olar. Qanunla da olmaz, heç bir cəhətdən olmaz. Heç bir cəhətdən. Ona görə nə ananızı kimsə qınaya bilər, nə də sizi, nə də o atanı, onu mühiti qınaya bilərik, cəmiyyəti qınaya bilərik, onu o vəziyyətə salan insanları qınaya bilərik. Bu qədər. Deməli, Natiqdən imtina etdilər Nigar xanım, uşaqlarının sayının biri də artdı. Ki, sağlam böyüsün. Dövlətimiz var, çox qüdrətli, belə uşaqların yanında olan. İnşallah ki, yanımızda olacaq. Nə lazımlı olunacaq tərəfimizdən inşallah. Ancaq məni nə maraqlandırır, Xoşqədəm xanım? Bu qızımız ki, bura gəlib, Kübranı tanıyan qız, bura gəlməmişdən öncə siz onunla danışdınızmı? Bir bölüşdünüzmü ki, gəlirsən studiyaya? Hadisəni ona danışdınmı? Nə dedi? Sənə qurban, səni heç kəs dayıya verməz. Heç kimsə, baxın uşağın üzünə baxın. Uşağın istəyir, ağlayır özünü. Uşağın gözündəki kədərə Bəs niyə baxın. gəlib baxa bilmir? İlahi, o necə düşünür ki, onu kimsə verir? Səni heç kəs dayıya verməz. Heç kimə vermirəm. Heç kəsə. Sən Nigar ananın yanında olacaqsın. Atan son qərarı verənə qədər. Səma da məncə uşağından adı Səma deyil əslində. Adını Səma götürüb. Kübra da adı. Qadın ki var,
O əri ilə yaşayır mı ikinci əri? Xeyr. Xeyr, Yaşamır. Ər Türkiyədə. yaşamır. Ancaq ona pul lazım olana ona zəng edir. Dünən anası dedi orada. Bəlkə müalicəsi, Xoşqədəm xanım, sizin həmişə gördüyünüz xeyirxah kişilərdən biri də o Vallahi olur. mən böyük məmnuniyyətlə Nahid bəydən xahiş edərəm. Hə? Amma Buradan həmən xanıma səslənirəm. Ailəsinin bərpasını istəyirsə, bütün dağıdıcı davranışları aradan qaldırmaq istəyirsə, buyursun gəlsin, ona da anonimliyini qoruyaraq kömək etməyə hazırıq. Özü istəsin gəlir. Təşəkkür Bəli, ederim. birinci addım atsın. Təbii ki. Bəlkə də bu xanımın vasitəsilə onu, bəlkə o vəziyyətdə düşkün insanlar onu dərk etmirlər. Fikri çatdırarsınız ki, onun müalicəsini o üstlənirlər. özü indi hal-hazırda mənə baxır. Bəlkə də indi baxır bura özü. Bəli, bəli, bəli. O qərar versin. Əslində O quyudan çıxanlar çox olub da, yəni bəs mümkündür. necə? Baskı altında olduğunu deyir. Baskı altındadır. Bəli. Kimin Bayaq baskısı? Biraz bundan qabaq biraz yəni ki, efirə gəlməmişdən qabaq danışdım onunla. Mən həmin adamların çəkmək istəmirəm. Təhlükəli bir insandır. Hani Samanın telefonunu götürdü. Nə istəyirsən, nə lazımdır? Dedim Sama ilə danışmaq istəyirəm. Üzümə ad boy verdi. Söydü biraz. Üzr istəyirəm. Üzümə bağladı telefonu. Sama buradadır, özündə deyil. Yatıb, belə sözlər işlətdi. Bəli, əlbəttə, əlbəttə. Yəni sən inanırsan ki, Səma baskı altında, Kübra belə Bilirəm. deyil. Çünki mən çox inanıram. O həmin adamı tanıyıram, həmin şəxsi tanıyıram. Yəni, mənim yanımda da nə dəfələrdən əl qaldırıb ona. Özü pis vurub, pis yerindən vurub. Kübradakı uşağımı istəyirəm, ağlayırdı. Telefonda ağlayırdı ki, uşağımı mən atmamışam, atmayacam da. Sadəcə kömək istəyirəm. Xoşqədəm xanımdan kömək istəyirəm və qorxuram dedi oraya gəlməyə. Yəqin ki, Məncə hüquq mühafizə orqanları müdaxilə Nümayəndə etməlidir. yollayıb, arzularını çatdırıb Xoşqədəm xanıma. Ola bilər, Bu yaxşı bir məcburi şeydir. uşağa. Kömək ehtiyacı var. Siyahdır, belə vəziyyəti var isə Gəlin, dairə gəlin, danışın, gəlin, dairə Gəldi qardaşın. bizim hava limanından çata tıxaçdır da, çata bilmirlər. Razı olsun. Hava limanından səni axtarıram üçün gələn var. Kimin üçün, nə üçün, bu studiyada nələr olacaq? Ay xala, nələr olacaq? Sürmənin axırı nə olacaq? Bir ailə dağılacaq. İki uşaq atasız, anasız, ayrı-ayrı evlərdə böyüyəcək. Hansı ögey atanın təzyiqi altında böyüyəcək və yaxud da ananın təzyiqi altında böyüyəcək. Heç düşünmürsünüzmü? Vallahi düşünürəm, yaxşı olar inşallah. Yaxşı olar. Necə yaxşı olacaq? Dəstək Mən ona olacaqsan. demirəm, ailə dağıt. Vallahi demirəm. Yo, necə dəstək Mən olacaqsın? kınırsız, mən onu demirəm ailəyə dağıt. Vallahi Yox, demirəm. sən indi elə qapı barışdırırsan. açmağın elə Barışsın gəlib. Mən nə Bu deyirəm? gecə barışdıracaqsan. Mən bu gecə ona dediyimi deyəcəm evdə. Bu gecə yəni. Bəli. Bir maşanı alın əlinizə, bu gecə Xoşgələm xanım, qəşəng yenə deyirəm. qarışdırın Vallahi mən ona samavarı. demirəm ki, ailəyə dağıt. Vallahi demirəm. Alışdırın samavarı, qarışdırın samavarı və sonra da barışdırın. Lab evimə gəlinən demişəm, ey oğlum. Xala- Mən bəzən artıq bu vaxtımız bitir. Çox ailənin- keçə bilmərəm. Çox təəssüf ki, yetişə bilmədi. Hava limanından neyniyim? Tıxaç, sabah qaldığımız yerdən davam edəcəyik. Allaha əmanət olun, sevdiklərinizi qoruyun.